Deməli, bundan əvvəlki mövzuda biz danışdıq for, since, from-dan. İndi isə danışacağıq for, during, while. Dedik ki, for əslində növbəti mövzudakı forla eynidir demişdik. Həqiqətən də elədir. Və for, indi buraya yazacağım during, bir də while. Bunlar nədir? For'dan sonra biz birbaşa zaman istifadə edirik. Yəni for hansısa bir il, nə bilim, ay, gün, o müddəti olduğu kimi deyirik. During'dən sonra birbaşa söz istifadə edirik hansısa. Məsələn, during lesson 4 2 hours, belə deyək. While'dan sonra isə cümlə istifadə edirik. While Aslan is teaching us. Deməli, deyirsiniz ki, biz 2 saatlıq ingilis dili öyrənirik, for 2 hours. Biz dərs boyunca ingilis dili öyrənirik, during'dən sonra bax, dərs. Burada deyə bilərik, kino boyunca, dərs boyunca, iş müddəti boyunca, yəni hansısa bir söz gəlməlidir burada. Burada birbaşa zaman gəlir, burada isə cümlə. Aslan is teaching us, Aslan bizi öyrədir. While Aslan is teaching us, Aslan bizi öyrətdiyi müddətcə biz də ingilis dilini öyrənirik. Bax, while'dan sonra cümlə, during'dən sonra söz, for'dan sonra birbaşa zaman bildirən o sözü istifadə edəcəyik. Deməli, while'ı başa düşdük. Burada başqa bir nüans var. Biz yazıdadsa deyirdik ki, məsələn, sən gələndə mən getdim. Bunu necə deyirdik? When you came, I went. Bir də ola bilər ki, həmin o tarixin yerinə deyim, ümumiyyətlə, Aslan bizi öyrətdiyi müddətdə mən nəsə elədim. Məsələn, deyirəm ki, I was speaking while you are listening. Mən danışıram sənin qulaq asdığın müddətdə. Okay. I am speaking while you are listening. Ya da keçmişdə də ola bilər. I was speaking while you were listening. Sənin qulaq asdığın müddətdə mən danışırdım. I was playing football while you were reading book. Mən futbol oynuyordum sənin kitab oxuduğun müddətdə. Yəni, when-də necə idi? Birbaşa keçmiş sadə zamanda istifadə edirdik, indiki sadə zamanda istifadə edirdik. While-dan sonra davam edici zaman gəlir deyə biz müddət olaraq onu bir zaman götürürük ki, həmin zaman dilimində belə bir şey eləyirdik. Belə, yenə praktikalar eləməli olacağıq. Bugünkü mövzumuz da budur. Ümid edirəm ki, bura qədər səbirli şəkildə, yavaş-yavaş, təmkinlə gəlib çatmısınız. Lütfən sözləri diqqətli şəkildə öyrənin, tekstləri yaxşı-yaxşı təkrarlayın, dialoqları praktik eləyin, sözləri, şəkilləri praktik eləyin. Daha sonra burada yazı tapşırığı var, onu mütləq şəkildə yazın özünüzdə. Daha sonra özünüz öz səhifəsinizə baxın, onun üzərində düzəlişlər aparmağa çalışın və bu mövzunu tam şəkildə mənimsəyin. Növbəti mövzumuz çox vacib mövzulardan biridir. Həmin mövzuda görüşərik. Özünüzə yaxşı baxın. Görüşərik.